Salam, əzizim kiçiklər və abituriyentlər. Mən yığdığım PDF-in izahını vermək istəyirəm. Deməli, bugün yığdığımız PDF nə ilə bağlıdır? Qazlar qanunu. Qazlar qanunu ilə bağlı bir seçimdir və mən çalışdığım qədərilə yığmışam bunu və istərəm ki, PDF-in bir izahını sizlərə izah edeyim. Daha doğrusu başa salım. Deməli, belə. Bizim əlimizdə nə var? Bizdə var deməli 2NO gördüyümüz kimi var, oksigen qazı var, NO2 qazın alınması. Burada deməli A bizə verilibdir, deməli NO, B bizə verilibdir, oksigen. Reaksiya daxil olan maddələrin ilkin qatılıqlarıdır. İlkin mol miqdarlarıdır. Alınmış qaz qarışımının orta molar kütləsi 40-dır. Və NO tam sərf olunub. Deməli, A mol qədər heç bir şey burada artıq qalmayıb. Qalıb oksigen və NO2. Artıq qalan oksigenə nə edək? Artıq qalan oksigenə gəlin yazaq X. Deməli, alınan NO2 yazaq Y və hər ikisinin M ortası 40-a bərabərdir. Yazırıq. 40 bərabərdir. 40 bərabərdir. Bir dəqiqə bir səhv açaq buradan. Təmiz. Gəldik. Deməli, 40 bərabərdir. Bizim əlimizdə var artıq qalan oksigen, yəni 32x qədər artıq qalan oksigen və 46y qədər əlimizdə var NO2. X plus y. 40x plus 40y bərabərdir 32x plus 46y. Hesablamanı aparırıq. Deməli, 40-dan 32 çıxsaq 8x bərabərdir 6y. Hər tərəfimizi biz ixtisar etsək, deməli 4x bərabərdir 3y olar. Yox, 2-yə ixtisar apardıqsa, 4x. X-imiz bərabərdir 3-ə, y-imiz bərabərdir 4 olur. Əla. Deməli, mənim hesablamamın sonunda 4NO2 əmələ gəlibsə, 4NO 2-dən də oksigen sərf olunub. Oksigen 3 mol isə bax gördüyünüz qədərilə artıq qalıbdır. Deməli, başda oksigen neçə mol olub? 5 mol olubdur. 4 mol da NO olubdur və NO tam sərf olunubdur. 5 mol oksigen cəmi X-i sərf olunubdur. 3 isə artıq qalıbdır. İndi isə deyir B-nin aya nisbətini tapın. A-mız deməli 4-dür. B-miz də burada 5-dir. Və bizə deyir ki, B-nin aya nisbətini hesablayın. Yəni 5-in 4-ə nisbətini hesablayın. 5-i də 4-ə bölsə neçəyə bərabər olar? 1/25-ə. Və doğru variant B variantı. İkinci misal davam etdik. Sistem tənlikli bir məsələdir. Əlimizdə SK4 və SK6 var. Hər ikisinin qramı 14,4. Qarışıqda molekuların ümumi sayı 0,5 NA-ya bərabərdir. Buna A, buna B qoyaq. Yazırıq ki, 28A üstə gələk 30B bərabərdir 14,4. A üstə gələk B-miz də 0,5-ə bərabərdir. Əvəzləyək A bərabərdir 0,5 çıxaq B. Gətirək tənlikdə yerinə qoyaq. 28 0,5 çıx B üstə gələk 30B bərabərdir 14,4-ə. 28-i 0,5-ə vuranda 14 çıxaq 28B üstə gələk 30B bərabərdir 14,4-ə. Deməli, buradan da 14 üstə gələk 2B bərabərdir 14,4-ə. 2B bərabərdir 0,4-ə. B-miz də bərabərdir 0,2-yə. Əla. B-miz 0,2-dirsə, qarışıq 0,5 idisə, A-mız da 0,3-ə bərabərdir. Və M ortanı buradan tapırıq. M ortamız bərabərdir. 0,3 vururam 28-ə. Bir dəqiqə, səliqəsiz oldu. Deməli, M ortamız bərabərdir. 28-i vururam 0,3-ə, 8,4. 0,2-də 3-ə vuranda 6, bölünəm 0,5-ə. 8,4-ün üstünə gəlirəm 6-nı. Onu da bölürəm.
Deməli 0,5-ə cavab elədi 28,8. Mənim x-imin qiyməti elədi. Əla. Bəs etilen həcm payı neçə eləyər? Etilen də A, yəni 0,3-ə bərabərdir. Həcm payı mol payı deməkdir. 0,3-ü 0,5-ə bölərəm. 0,3-ü və vuraram 100-ə. Cavabımız gəlib neçə eləyər? 60%. Deməli cavabım 28,8 və 60-dır. Davam etdik növbəti məsələm. Qaz qarışığı H2 və NH3-dür. Hər ikisinin proton sayı 26-ya bərabərdir. Birinə A, birinə B qoyaq. Əvvəlcə protonları hesablayaq. 2A üstə gələk. NH2 proton neçəyə bərabərdir? 17. 17 yox, azot 7-dir, hidrogen 3-dür. A, deməli, bir dəqiqə düzgün işləmədik. Əvvəlcə hidrogenin protonunu və neytronunu hesablayaq. 2A hidrogenin protonudur. Sonra neytron isə, hidrogen neytronu isə 0-dır. Deməli, indi isə keçdik amonyak hesablamağa. Amonyakın protonu nə qədərdir? Gəlin baxaq. 7 üstünə 10 B amonyakın protonudur. Neytron baxımından da 7B neytrondur. Və protondan cəmi 26-dır. 2A ilə 10B'nin cəmini mən bərabər elədim 26-ya. Əla. Burada da neytron 14 NA-dırsa, deməli, hidrogenin zaten neytronu yoxdur. 7B'miz də bərabərdir 14-də. B'miz də buradan bərabərdir 2-yə. Gətirək yerinə qoyaq. 2A bərabərdir 20. 2A üstə gələk 20. Bərabərdir 26. Buradan da 2A'mız bərabərdir 6-ya. A'mız da bərabərdir 3-ə. A'mızın qiymətini biz aldıq 3. Yəni, qarşımızda 3 mol hidrogen var imiş. Bəs amonyakımız nə qədərdir? Yerinə gəlin qoyaq. Deməli 2A'mızda, deməli biz A'mızı 3 aldıq, amma bir də bilmirik də B'miz neçəyə bərabərdir. Deməli 6 üstə gələk 10B bərabərdir 26. 10B'miz bərabərdir 20-yə. B'miz də bərabərdir 2-yə. Deməli amonyakımızın molu da 2-yə bərabər oldu. Əla. Bu qaz qarışının orta mollar kütləsini hesabla. Bu qaz qarışının orta mollar kütləsini hesablamaq istəyirəmsə, yazıram ki, M orta bərabərdir. 3-ü vururam 2 üstə gələk. 2-ni vururam 17-yə bölürəm 5-ə. Yəni 6-nın üstünə olar. 6-nın üstünə gəlirəm 34, 40. 40-ı da bölürəm 5-ə. 40-ı da bölürəm 5 elədi 8. Deməli mənim M ortamın qiyməti 8 qram bölən moldur. Sio əla. İndi isə nə deyir bizə? Bura kimi tapdıq. 8 cavabını aldıq və qoyduq qırağa. Sonra nə deyir? Bu qarışığın 1 moluna fikir verin. Bu qarışığın 5 molu birlikdə 40 qram idi. Və bu qarışığın 1 mol neçə qramdır? 8 qram. M orta bərabərdir 8 qrama əlavə olaraq metan əlavə edirəm. Deməli, molum neçə idi? 1 mol idi. Ora A qədər əlavə edirəm və qarışığın M ortası 14-ə bərabər olur. 14 üstə gələk 14A bərabərdir 8 üstə gələk 16A'ya. 14-dən 8 çıxdığımız anda 6 bərabərdir 2A'ya. A'mız da bərabərdir 3-ə. Belə deyək də, neçə mol metan əlavə olunmuşdur? Təbii ki, 3 mol buradan metan əlavə olunmuşdur. Keçdik növbəti məsələyə. Deməli, bir-birlə reaksiyaya girməyən dim sualdır. X, Y, Z və T qazdan hansını istənilən nisbətdə qarışdırdıqda alınan qaz qarışının orta mollar kütləsi 29 qram bölən moldan kiçik olar. Hər ikisi də kütləsi havadan kiçik olmalıdır, havadan yüngül olmalıdır. X və təbii ki, biz burada Z-i qəbul edirik. X və Z cavabımız C variantı oldu. Əla. Sonra davam elədik. Gəldik növbəti məsələmsə. Növbəti məsələmiz çox sadədir. Birinci baxırıq, oksigen və CO2 qazları var. Helyuma görə nisbi sıxlıq 10-dur. Deməli, hər iki qazın M ortası 40 qram bölən mola bərabərdir. Və 40 bərabərdir. Əlimdə 32x qədər bu, yəni 32A qədər yazaq. Üstünə gələk 44B. Əvvəlcə düzgün molları tapım ki, sonra mollara əsasən işimi görə biləm. 40A üstə gələk 40B bərabərdir. 32
A üstə gələk 44B hesablayıram. 40'dan 32 çıxanda 8A bərabərdir 4B'yə. İxtisar aparıram. 2A bərabərdir B'yə. B'min qiyməti 2, A'nın qiyməti isə 1'ə bərabər olduğunu tapıram. Deməli, burada qaz qarışığı 1'in, deməli, oksigen qazı 1 mol, CO2 qazı 2 mol daxil olmalıdır ki, mən hər iki qazın M ortasını 40 tapa biləm. Baxırıq. Birinci qarşıda 100'ün 50'yə, doğrudan da 2'nin 1'ədir. Deməli, doğru variant 1'i götürürəm. 2'yə baxırıq. İkinci misalda isə 2 hardadır? Burada, aha burada 100'ün 300'ə düz gəlmir. 2'ni sildim. 200'ün 100'ə, bu da doğru gəldi. Və nəhayət 4'ə baxıram. 50'nin 150'yə 1'in 3'ə uyğun gəlmir. Və 5'ə baxıram. 300'ün 150 yenə də 2'nin 1'ə. Cavabımız 1, 3, 5'dir. Və doğru cavabımız olacaq 1, 3 və 5. Yəqin ki, mənim nə demək istədiyimi anladınız. Yəni ki, bu deməkdir ki, mən 40 almaqdan ötəri 2 həcm oksigen, 1 həcm CO2'ni götürməklə və bunun cəmsini 3'ə bölməklə, məsələn, mən burada 64'ün üstünə gəlirəm, 44'ü onu da bölürəm 3'ə, 64'ün üstünə 44 gəlirəm, 108'ə bölsəm 3'ə, yox, bir dəqiqə. Deməli, mən burada 2'nin 1'ə tapdım da, 2 mol oksigen, 1 mol da deməli, CO2 qrafikini hesabladım. Deməli, 100'ün 50'yə 2'nin 1'ə. CO2 üzrü sayın, CO2'nin 2'ni, oksigen isə 1 mol qəbul edirəm burada. Deməli, 88'in üzərinə gəlirəm 32'ni, onu da bölsəm 3'ə. Doğrudan daha qoymunu düzəldək. 32. Deməli, mən CO2'ni burada 2 mol, oksigeni 1 mol təyin eləmişəm. Bax, üzrü sayın, ona fikir verərsiniz. 32 üstə 88 gəlib 3'ə böləndə doğrudan da 40'a bərabər olduğunu tapa bildim. Cavabına görə də 1, 3, 5'dir. Yəni, dediyim odur ki, hesablamada deməli, bir də hesablamağa baxaq. Elə bil nəsə düzgünlük olmadı, səhv getdim. Buna A, buna B. 40 bərabərdir 32A üstə gələk 44B. A plus B, 40A üstə gələk 40B bərabərdir 32A üstə gələk 44B. Aha, deməli 8A bərabərdir 44'dən 40 çıxanda 4B. İxtisar eləsəm 2A bərabərdir B-yə. A 1'ə, B 2'yə bərabər. Üzrü sayın. Bəli, CO2 1 mol, oksigen də CO2 2 mol, oksigen də 1 mol götürülür. Düzdür. Bunlardan ne gün oldu? Davam elədik. Keçdik növbəti 6-cı məsələyə. Qarşılıq orta molar kütləsi 8 verilibdir. Əlimdə də hidrogenlə oksigen var. 8 bərabərdir 2A üstə gələk A bərabərdir 4B'yə. A'mız bərabərdir 4'ə, B'miz bərabərdir 1'ə. Hidrogen 4, oksigen isə 1'dir. Əla, всё. Və hidrogenin kütlə payını faizi hesablayın. Hidrogen kütlə payını hesablayın. Qarışıqda. Deməli, qarışıqda 4 hidrogen var, yəni 8 qram hidrogen var. 1 mol oksigen var, yəni 32 qram oksigen var. 8'i bölürəm 40'a, vururam 100'ə. Cavab neçə faiz elədi? 20%, nə gözəl. Deməli, burada hidrogenin faizi 20%-ə bərabərdir. Bu qarışığa neçə qram oksigen əlavə edək ki, guruldayıcı qaz alınsın. 2H2 plus O2 2H2 alınmalıdır. Və yadınıza saxlayın, 2'nin 1'ə nisbətində bu reaksiya girməlidir ki, 2 mol su alınsın. Əgər bunu 4 götürmüşüksə, belə götürək də biz sizlə. Mən qarışığın kütləsini 40 almışam, fikir verin, amma bu 400 verib. Yəni 10 dəfə artıq götürüb də kütləni 400 qəbul edib. Elə biz də götürək 20'nin 10'a, 10'un 20'yə belə götürək. Əslində əlimdə 40 litr hidrogen, 10 litr də oksigen var. 40'ın 10'a yox, 20'yə olmalıdır da oksigen ki, tam guruldayıcı qaz alınsın. Ona görə mən əlavə olaraq bu qaz qarışığına 10 litr oksigen əlavə eləməliyəm ki, guruldayıcı qaz qarışığını ala biləm. Deməli, cavablarımız nə oldu? Cavabımız oldu 20% hidrogen, qarışığımızda 40 litr hidrogen, 10 litr oksigen və əlavə olaraq guruldayıcı qazı 10 litr hidrogen əlavə edirəm ki, guruldayıcı qazı ala biləm. Növbəti 7-ci məsələ MİQ məsələsidir. Reaksiyamızı yazırıq N2 plus 3H2. Yəni, sırf hesablamalarla bağlıdır. Bir balaca
yorucu ola bilər. Əziz mikçilər, əziz abituriyentlər, yəni yorucu ola bilər. Qapalı qabda azot və hidrogen reaksiyası verilib. Baxın, azot tam sərf olunur, amma hidrogen tam sərf olunmur. Və əvəzində amonyak alınır. Və siz buradan fikir verməlisiniz ki, hidrogen burada artıq qalıbdır. Bax, bu məntiqə fikir verməz ki, hidrogen burada artıq qalıbdır. Deməli, sonda mənim reaksiya başa çatdıqdan sonra qaz qarşım 12 o deməkdir ki, artıq qalan hidrogenim var, bir də B-min var. İndi mən yazıram ki, buradan 12 bərabərdir. Artıq qalan, yəni hidrogen 2A, üstə gələk 17B, A plus B. Bax, belə yazıram. Buradan da 12A, üstə gələk 12B, bərabərdir 2A, üstə gələk 17B. 12'den 2 çıxsam 10A bərabərdir 5B, 2A bərabərdir B, A bərabərdir 1'ə, B bərabərdir 2'yə. Deməli, mənim qarışığımda B amonyakdır. Əla. Deməli, mənim amonyakım elə sonda, əzizlərim, 2NH3 alınıbdır. Deməli, ona görə də 3 hidrogen sərf olunub, bir də azot. Amma 2 mol hidrogen artıq qalıbdır. Fikir verin. 2 mol hidrogen artıq qalıb. Deməli, başda X azot 1'ə bərabərdir, Y isə 5'ə bərabərdir. Çünki 2 girib, ikisi artıq qalıbdır. X-in Y-ə nisbətini tapın. Yəni 1'in 5'ə nisbətini tapın. O da nəyə bərabərdir? 0,2'yə bərabər eləyir. Belə. X-Y nisbət elə bil ki, səhv dedim uşaqlar, bir dəqiqə, 1 mol artıq qalıb, 3 girib, 1 mol artıq qalıb, üzrlü sayın. Onda bu bizdə eləyir 4. 1'in 4'ə nəyə bərabərdir? 0,25'ə. Bu qədər. Davam edirik. Növbəti 8-ci məsələmiz gəldi. Maraqlı məsələdir. Əlimizdə var C2H4, bir də əlimizdə var C3H4. Birini A'ya vuraq, bir tərəfi B'yə vuraq. 24A üstə gələk, bu hissəni vursaq. 36B bölək, hidrogen 4A plus 4B bərabərdir 7'də 1'ə. 28A üstə gələk, 28B bərabərdir 24A üstə gələk 36B'yə. 4A bərabərdir 8B'yə. A bərabərdir 2B'yə, A bərabərdir 2'yə, B bərabərdir 1'ə. Deməli, qarşıda 2 mol bundan, 1 mol da bu maddə var. M ortanı işte. M orta bərabərdir 56'ın üstünə 40 gələrəm, bölərəm 3'ə. 56'ın üstünə 40 gələrəm, bölərəm 3'ə. Cavabımız bərabər olur. 32 qram bölək mol. Bax, beləcənə. Davam elədik. Növbəti 8-ci, yox 9-cu məsələmiz, bir dəqiqə, 7, 8-ci məsələmizi işlədik. 9-cu məsələmiz gəldi. Hidrogenə görə nisbi sıxlığı 14 olan X qazının helyumla qarışdırdıqda orta molar kütləsi 7 alınır. Yəni bu qazın 7 bərabərdir, kütləsi 28'dir. Orada X qazının helyumla qarışdırdıqda, yəni 28A üstə gələ helyum 4B bölək, görə elə mollar nə qədərdir? A plus B. 7A plus 7B bərabərdir 28A plus 4B'yə. Buradan da 28'dən 7 çıxarıqsa 21A bərabərdir 3B'yə. 7A bərabərdir B'yə. A bərabərdir 1. B'miz də buradan bərabərdir 7'yə. Əla. Deməli, bu qaz 1 moluymuş. Yəni helyum da burada 7 moluymuş. Qarşıda X'in kütlə payını tapın. 28'i qaz qarşılama qarşıda X'in kütlə payını tapın. 28 bölək, 28 üstə gələk, 7 vuraq 4. Yəni mən axı helyumu 7 mol tapdım. Yəni 28 bölək 56 vuraq 100'ə. Omeqanı tapıram. Cavab gəldi neçə faiz elədi? 50%. Hesablamada cavab B variantı. Növbət 10-cu məsələ. Demək olar ki, bir balaca mürəkkəbliyimiz var. Bu məsələ işləmək bir balaca əziyyət verə bilər. Amma biz bunu çalışacağıq, diqqətlə işləyək. Deməli, əlimdə nə var? 5 mol CO2 var. Mən buradan yazdım 5 mol CO2. Oradan əvvəlcə birinci proses. Yəni oradan çıxır. Bunu silək. Deməli, əlimdə 5 mol CO2 var. Oradan əvvəlcə X mol CO2 çıxır. Və ora Y mol ikinci proses gəlir. CO daxil olur və ümumi oksigen atomlarının sayı 10'a bərabər olur. Gəlin baxaq. 5'i vururam 2'yə. 10 çıx 2x
üstə gəl y oksigen bərabərdir 10. Onlar getdi. 2x bərabərdir y oldu. Əla. Və qarşının orta molar kütləsi 32-dir. 32 bərabərdir. 5 mol CO2 220. 220 üstə gələk. Üstə gələk yox, bağışlayın. Üstə gələk yox, çıxaq. Çıxaq. 44x üstə gələk 28y bölək 5 çıx x plus y-ə. Əla. 32 bərabərdir. 220 çıx 44x üstə gələk. Y-in yerinə 2x yazacağım. Yəni 56x bölək 5 çıxaq x üstə gələk 2x. Bu da olacaq 5 üstə gələk x-ə. Əla. 32-ni vursam 160 üstə gələk 32x bərabərdir 220 çıx. 56-dan elə bil ki, mən 44-ü çıxıram. Bir dəqiqə 56-dan çıxıram 44-ü 12 plus 12 x, plus 12x. Deməli, 32-dən 12 çıxıramsa, 32-dən 12 çıxıramsa, 20x-in bərabərdir. 220-dən də çıxıram 160-ı. 60 x-in bərabər olur 3-ə. Buradan da x-lə y yerinə qoyuram. Deməli, 6-da 2x-in bərabərdir y-dirsə, 6-ın da bərabərdir y-ə. Deməli, y-im 6, x-im 3-dür. X-lə y-in cəmi neçə eləyər? 9. 6 üstə gələk 3 bərabərdir 9-a. Əla. Keçdik son növbəti 20-ci məsələyə. Hidrogen və oksigen ibarət qazların orta molar kütləsi 8-dir. 8 bərabərdir 2A üstə gələk 32B bölək A plus B-yə. Deməli, 8A üstə gələk 8B bərabərdir 2A üstə gələk 32B-yə. Deməli, 6A-mız bərabərdir. 32-dən 8 çıxanda 24B-yə. 32-dən dəqiqə elə yazıram ki, qarışdırıram sonra. Əla, 24 yox, 4B-yə. A bərabərdir 4-ə, B bərabərdir 1-ə. Əla. Qarşımda 4 hidrogen, 1-dən də oksigen var. Kütlə payını tapın. Omega bərabərdir. 4 vuraq 2, 8 qram oksigen var. 1 vuraq 32, 32 qram da oksigen var. Deməli, M orta, deməli, omegamız da bərabərdir. 8-i bölək 8 ilə 32-nin cəminə vuraq 100-ə. Vuraq 100-ə. Cavabımız da bərabər oldu 20%. Variant C. Davam elədik. Bu model məsələdir. Çox maraqlı məsələdir. Diqqətlə baxırıq. Görürsünüz, başlanğıc maddə tam sərf olunmayıbdır. Amma buradan 1,5 mol bir maddə, digər daha böyük bir maddə alınır. Baxaq diqqətlə. 1,5 mol maddə təbii ki, etilenə aiddir. Əgər 2, 1, 2-dirsə, onda bura 1, 3, bura 1, hər tərəf vuruldu 1,5-ə və M ortanı tapmağa çalışacağıq. M orta sonda 13 o deməkdir ki, 1,5 C2H4 3 mol hidrogen alınır və bundan da artıq qalıbdır. Yəni, A var idi, X qədər də artıq qalıb. Bax, belə götürək. 3-ü də sərf olunub. 13 bərabərdir. 13 bərabərdir. 1,5 vur 28. Üstə gələk 3 vuraq 2. Üstə gələk x vuraq 16. Bölək 4,5 üstə gələk x-ə. 58,5 üstə gələk 13x bərabərdir. 1,5 vurum 28-ə 42. Üstə gəl 6, üstə gəl 16x. Yəni 48 yazaq da, biz bunu bir də uzatmayaq. Ay sabah belə yazaq. Əla. 3x də bərabərdir. 58,5-dən çıx 48. 3x də bərabərdir 10,5. X də bərabərdir 3,5. Əla. Deməli, 3,5 qalıb. 3 isə sərf olunmuşdur ki, 3,5 də qalıb. Deməli, A nəyə bərabərdir? 6,5 C variantı. Davam elədik.
1 mol helium qazına CH4 qazının əlavə olunmasından alınan qarşının hidrogenə görə nisbi sıxlığını tapaq. Əla. Mənim əlimdə nə var? Gözəl məsələdir. Mənim əlimdə hidrogen var. Hidrogen yox, 2 mol yox, bir dəqiqə 2 mol metan var. 1 mol helium qazı. 1 mol helium qazına CH4 əlavə olunmasından alınan qarşının hidrogenə görə nisbi sıxlığı əlavə olunan CH4-ün mol sayının asıllıq qrafiki verilmişdir. Hidrogenə görə heliumun nisbi sıxlığı 2-dir. Baxın. D. Hidrogenə görə heliumun nisbi sıxlığı 2-dir. Hidrogenə görə heliumun. Deməli mən hidrogenə görə 2-dirsə, yəni bura 2 yazaq, belə yazaq. Deməli bu qazın, bir dəqiqə. Aha. Deməli bu qazın kütləsi 2 vuraq 2. Deməli 4-ə bərabərdir. Deməli bu qazın 1 mol helium qazının hidrogenə görə nisbi sıxlığı 2-dirsə, deməli burada mənim əlimin altında 1 mol helium qazı var. Əla. Və mənim 1 mol M-ortanı tapacağam əvvəlcə helium qazıma. İstənilən bilmirəm nə qədərsə metan qazı əlavə olunub. Bax belə yazaq. Aha. Və 1 mol helium qazına 2 mol, yazıb burada 2 mol qaz əlavə olunubdur. Olunmasından alınan qarşının hidrogenə görə nisbi sıxlığı əlavə olunan CH4-ün mol sayına asıllıq qrafiki verilmişdir. Əvvəlcə tapaq. Deməli, bunu da bölək 3-ə bərabərdir. 4 üstə gələk 32 bölək 3-ə. 36-ın 3-ə böləndə 12 qram bölək mol elədi. Və bizim aldığımız qarışığın hidrogenə görə nisbi sıxlığı neçədir? 12-ni bölsəm 2-yə 6-ya bərabər olar. Variant A. Əvvəlcə 2 qaz qarşının M ortasını tapmağa çalışın. Sonra hidrogenə görə nisbi sıxlığını hesablayın. Əla. Yenə bayaqki məsələdir. Yenə əlimizin altında. Deməli A mol bunu götürürük. Aha, A mol bunu götürürük. B mol da bunu götürürük. 28A üstə gələk 40B bölək. A plus yox 4A plus 4B bərabər 7-də 1-ə. A'nı 2 aldım buradan, B'ni buradan 1 aldım. Deməli 2 mol bu, 1 mol da bu var. Qarşın heliuma görə nisbi sıxlığını hesablayırsa, M ortamı əvvəlcə sizlə tapmağa çalışacağım. 28-i vursam 2-yə 56 üstə gələk 40 bölək 3-ə. Deməli 96-ını da 3-ə böləndə 32 qram bölək mol eləyir. Hər iki qazın heliuma görə sıxlığını istəyirsə, 32-ni də böləcəm heliuma 4-ə, cavab 8-ə bərabər olacaq. Cavab 8 qram bölək moldur. Növbət 15-ci məsələ. Əla. Bunu uşaqlar tam anlamamışdı. Mən axırda bunu bu cürə izah elədim. Bax, məsəl üçün deyir, burada iyon sayı, yəni sıfıra düşür. Yəni burada isə dəyişim. Bu deməkdir ki, alınan 2 maddə çöküntüdür və iyon sayı yoxa çıxır. Bu isə heç bir çöküntü alınmır deməkdir. Məsələn, kalium xlor birinci nümunəni yazıram. Kalsium NO3-dən 2 dəfə. Bax, buradan nə alınır uşaqlar? Buradan alınır kalium NO3. Üstə gələk kalsium xlorik əmələ gəlir də. Baxın, kalium üstə gələk xlor, üstə gələk kalsium 2 müsbət, üstə gələk 2 NO3. Gördünüz? Burada nə qədər iyon sayı var? 2, 2-nin üstünə 3, 3-ün üstünə 2, 5 iyon sayı burada var. Gördünüz? Bərabərləşdirməmişik. Bir dəqiqə 2-ni buraya yazaq, bir də buraya yazaq. Bir dəqiqə səhv eləmişik. 4, 4-ün üstünə 1, 5, 5-in üstünə 2, 7 iyon sayı solda var. İndi reaksiyanın sağını yazıram. Yer olmadığı üçün buradan yazıram. 2 kalium, 2 NO3, üstə gələk kalsium, üstə gələk 2 xlor. Gördünüz, çöküntü yoxdur deyənə. Heç reaksiya sona qədər baş vermədi. 4, 4-ün üstünə 1, 5, 5-in üstünə 2, 7. Gördünüz, solda da 7 iyon var, sağda da 7 iyon var. İyon sayı niyə dəyişsin ki? Deməli, bu qrafik, ikinci qrafik bizə axıra qədər getməyəni göstərir. Axıra qədər getməyən tənlik 1, 1-dir uşaqlar, bir də 6-dır və salam. İndi isə keçdik iyon sayının tamamilə
deməli azalması ilə müşahidə olunanlara. Məsəl üçün yazıram ki, kuprum SO4 üstəgələ barium OH-dan 2 dəfə. Buradan nə alınır deyə bilərsiniz. Buradan alınır barium SO4 çöküntü alınır. Buradan da alınır kuprum OH-dan 2 dəfə. Bax bu da çöküntüdür. İyonları ayırıram. Kuprum 2 müsbət, üstəgələk SO4 2 mənfi, üstəgələk barium 2 müsbət, 2 OH mənfi. Buradan barium SO4 çökür, iyon yoxdur. Üstəgələk kuprum OH2 artıq iyon yoxdur. Gördünüz, solda iyonların sayına baxın. 1, 2, 1, 1, 1, 2. Neçələdir? 2, 3, 5 iyon var. Amma sağda artıq heç bir iyon yoxdur. Deməli, iyon sayı tamamilə sıfıra düşübdür. Deməli ki, çöküntü alınmalıdır ki, iyon sayı tamamilə sıfıra düşsün. Buna aiddir hansı misallar? 3 aiddir. Bir də buna aiddir 5 aiddir. Ona görə doğru variantımız B-dir. Əgər bir çöküntü alınırsa, iyon sayı yarıya qədər azalmalı olar. Belə. Gəldik növbəti bir məsələmizə. MIG məsələsidir. NO tam sərf olunur. Əla. Deməli, yenə sonda reaksiyanı yazırıq ki, NO plus oksigen alınır buradan 2NO2 uşaqlar. Və buradan deməli X budur, Y budur belə götürək. Amma NO tam sərf olunursa A qədər bunu artıq götürək, B qədər də bunu alınır götürək. 39 bərabərdir 32A üstə gələk 46B, A üstə gələk B. 39A üstə gələk 39B bərabərdir 32A üstə gələk 46B-yə. Deməli, 39-dan çıxdım 32, 7A bərabərdir 46-dan da çıxdım 39, 7B-yə. Deməli, AB nədir burada? Bərabərdir. Əla. Deməli, hər ikisini 2 götürüm. 2 bu girifsə, reaksiyan alınıbsa 2 NO-dur, 1 mol da oksigendir. Amma bərabər moldaydı da. Deməli, onda belə çıxır ki, mənim A bərabərdir 2, artıq qalan 2-dir, 1 molunda sərf olunur. Deməli, Y burada nəyə bərabərdir? 1 üstə gələk 2, yəni 3-ə bərabərdir. 3-ün biri reaksiyaya daxil olub, ikisi də artıq qalıb da uşaqlar. Tamamilə başa düşdünüz nə deyirəm? Burada deməli, X-im 2-yə bərabər oldu, Y-im də 3-ə bərabər oldu. Hesablamam nədir, kim deyər? Hesablamam isə burada bərabərdir mənim A variantına. Davam elədik, növbəti məsələ. Deməli, əlimdə SK4, SK6 var, 40 litr qaz qarışığı var, 130 litr də oksigen sərf olunur. Əvvəlcə bunları yandırıram. Əla, indi bir dənə də SK6-nı yandırıram. Hər ikisinin molunu 40 götürürəm. Oksigenlərin molunu isə 3 ilə 3,5B-ni 130 götürürəm. Ya əvəzləyin, ya vurun. A bərabər 40 çıxaq B yerinə qoyuram. 3, 40 çıxaq B. Üstə gələ 3,5B. Bərabərdir 130, 120 çıx 3B. Üstə gələ 3,5B. Bərabərdir 130. Deməli, 3,5-dən çıxaq, 3-ü, deməli, 120 çıxaq, üstə gələk 0,5B bərabərdir 130, 0,5B'miz bərabərdir 10, onu da bölürük 0,5-ə, B'miz də oldu 20, əla. B'miz 20 oldu. Onda A'mız da nəyə bərabərdir? 20-yə. Şimdi bu qədər. Qaşlanış qarşı neçə litr etilen var? 20. Davam elədik. Normal şəraitdə 25 litr metan var. Yenə metanı yandırıram. Yanmasına 65 litr oksigen lazımdır. CO2 və su. Deməli, yenə də birinci tərəfi A-ya vurur, ikinci tərəfi B-yə vururam. A üstə gələk B nəyə bərabərdir? 25 litrə. 2A üstə gələk 3B-miz də bərabərdir.
65'e. A bərabərdir 25 çıxaq B-yi yerinə qoyuram. 2, 25 çıxaq B, üstəgələk 3B bərabərdir 65. 50 çıxaq 2B, üstəgələk 3B bərabərdir 65. 50 üstəgələk B 65. B də bərabərdir 65-dən 50 çıxıram. Deməli 15. Əla. Əgər mənim B-min qiyməti 15-dirsə, 25 idi cəmi, onda bu da burada 10-a bərabərdir. Qarşılıqda həcm nisbətlərini, qazların həcm nisbətini müəyyən edin. 10-un 15-ə. Hər tərəfdə ixtisar edən 5-ə, 2-nin 3-ə. Variant A. Son 19-cu məsələ. Dəm qazı var əlimizdə, bir də var etilen qazı, etan qazı var əlimizdə. Neutronların sayını hesablamağa çalışıram. 6 üstəgələk, yəni A-dır, bunu da B-yə vuraq. Deməli 6 A-nın üstünə 8-ə gələndə 14 ayrılır. Bir dəqiqə silin, təmiz yazın. Neutron sayı 14A'dır. Burada isə neutron sayı, hidrogen neytronu yoxdur. 12B'dir. Bax belə. Protonların sayını hesablayıram. Proton yenə 14A'dır. Burada isə proton 18B'dir. Deməli, dəm qaz etanan qaz qarşısında neutron sayı proton sayının 90%-nə bərabərdir. Deməli, 100%-ə görə mənim əlimdə var proton, yəni 12 yox, proton 14A üstəgələk 18B. 90% isə neutrondan ibarətdir. 14A üstəgələk 12B. Əla. Bundan bunu ixtisar aparaq 0.9 yazaq. 0.9-u vururam 14-ə. 12.6A üstəgələk 18-i vuraq 0.9-a. 16.2B bərabərdir 14A üstəgələk 12B-yə. Bax belə. 12.6-dan 12 çıxanda 0.6A bərabərdir 16.2-dən də çıxıram 14. 16.2-dən də 14 çıxanda səhv hesablama aparmadıq ki, biz burada elə bil ki 0.6A 12.6A biz səhv elədik. Dəqiqə üzrü sən hesablamamı səhv elədim. Deməli, bir dəqiqə bərabərdir. Bir dəqiqə. Qoy silim hamısını dayanın uşaqlar. Qoy silim, qarışdırdım biraz. Deməli 14'ü vurdum 0.9'a 12 tam belə bil ki 18 bir dəqiqə 18B'dir. Bu da 12B'dir. Əla. 12.6A üstəgələk deməli 18'i vururam 0.9'a 16.2B bərabərdir. 14A üstəgələk 12B. Əla. Səhv eləmişdim. 14'dən çıxdım 12.6-nı. 1.4A bərabərdir. 16.2-dən də çıxıram. Deməli 12-ni 4.2B-yə. Deməli 4.2-ni də bölsəm 1.4 hər tərəfi bölürəm. A bərabərdir 3B-yə. Deməli A bərabərdir 3-ə, B bərabərdir 1-ə. İndi deyir ki, qaz qarşısında dəm qazın həcm payını tapın. A-nı mən neçə aldım? 3. B-ni neçə aldım? 1. Həcm payını tap. 3 bölək ikisində cəmi 4 vuraq 100-ə. Cavab neçə faiz elədi? 75%. Variant Y. Sonuncu 20-ci məsələm. Deməli, qapalı qabda 2CO davamı var, ardı var. Yenə çalışacağım çəkəm sizə. Qapalı qabda 2-nin 1-ə nisbətinə girir, amma CO-nun 50% sərf olunur. 50% yəni 2 deməkdir. Bunun 50% 2-dirsə, onda bunun 100% nəyə bərabərdir? X-ə. Deməli, başda 4 mol imiş. Deməli, başda 4 mol CO, 1 mol oksigen var imiş. Amma onun 2 molu sərf olunur, 2 molu qalıb. İlkin qaz qarşısında CO-nun həcm payını tap desək, 4-ü bölər 2-sinin cəminə 5-ə, vurarıq 100-ə. Cavab neçə faiz elədi? 80. B variantı. Tavaldan başlayırıq. Deməli,
Hidrogenə görə nisbi sıxlığı 10-a bərabər olan metan və asetilenden ibarət qaz qarşısında metanın kütlə payını müəyyən edin. Hidrogenə görə nisbi sıxlığı 10-dursa, 2-ni vurduq 10-a, hidrogenə görə nisbi sıxlıq 20-yə bərabərdir. 20 bərabərdir, əlimizin altında metan var, amma nə qədər olduğunu bilmirik, 16A qədər var. Asetilen də 26B qədər var, A bölək B. Buradan 20A üstə gələk 20B bərabərdir 16A üstə gələk 26B bərabərdir. Yazırıq. 20-dən 16 çıxırıq. 20-dən 16 çıxanda nə yazırıq? 4A bərabərdir. 26-dan da 20 çıxanda 6B ixtisar edirik. 2A bərabərdir 3B-yə. Deməli, A-mızın qiyməti 3, B-mizin qiyməti isə 2-yə bərabərdir. Əlimizin altında 3 mol metan, 2 mol da asetilenimiz var. Metan kütlə payını tap dediyimiz anda 3 vuraq 16, yəni 48-i böləcəyik. 48 üstə gələk 52, 2 mol asetilen deməli C2H2 52 deməkdir. Vuracağıq 100-ə və cavab gəlir. Neçə faiz verəcək? 48% və doğru cavabımız Y variantıdır. Növbəti 25-ci suala baxırıq. Orta mollar kütləsi 8 bərabərdir. Əlimizdə hidrogen var A qədər. B mol qədər də oksigen var. A üstə gələk B, 8A üstə gələk 8B bərabərdir 2A üstə gələk 32B. Buradan 6A bərabərdir 32-dən 8 çıxdığımız anda 24B eləyir. İxtisar etsək A bərabərdir 4B-yə. A bərabərdir 4-ə, B bərabərdirsə 1-i tapdıq. Bax, beləcənə. A-nın 4, B-nin isə 1 mol olduğunu müəyyən elədik. 2H2 plus O2, buradan əzizlərim nə alınır? Buradan alınır 2H2, O deyilən bir maddə alınır. Və başlanğıc qarışıq reaksiya tam getdikdə başlanğıc qarışıq neçə faizi artıq qalır? Başlanğıc qarışıq 4 moldur, amma reaksiya 2-nin 1-ə gedir. Deməli, 2 mol, əlbəttə ki, hidrogen burada nə qalıbdır? Artıq qalıbdır. Deməli, başlanğıc qarşıda neçə faiz artıq qalıb? 2 artıq qalıb, ümumi qarşıda 5-dir. Deməli, neçə faiz artıq qalıbdır? 40% artıq qalıbdır. Cavab B variantı. Növbəti 26-cı misalımıza baxırıq. 26-cı misalımıza təkrarlanır. Bəyək bunun biz səhv eləmirəmsə, mən sizə deyim neçənci misalda başlanğıcda 6-cı misalın, deməli 6-cı testə həllə baxarsınız. 6-cı həllin təkrarıdır. Daha sonra isə baxırıq 27-ci məsələmizə. Deməli, əlimizdə 33,6 litr hidrogen var, yəni 1,5 mol. 11,2 litr oksigen var, yəni 0,5 mol. Deməli, biz həcm payını tapırıq. Fi bərabərdir, yəni və yaxud da 1,5-2-nin neçə faizini təşkil edir? Əlbəttə ki, 75 faizini. Deməli, 75% X-in payına düşür, 25% oksigenin təbii ki payına düşür. Cavab C variantıdır. Növbəti məsələmiz gəldi, 28-ci məsələmiz. Əlimizin altında A qədər amonyak, B qədər CO var. Ümumi atomların sayı 8-ə bərabərdir. Əgər 4 atomsa 8 verirsə 2 mol deməkdir. 2 isə 4 atom verirsə bu da yenə bizə 2 atom deməkdir. Deməli, hər ikisinin atom sayı 2-yə bərabərdir. Buradan da ortamız bərabərdir. 2 vuraq 17 üstə gələk 2 vuraq 28 bölək 4-ə. 34-ün üstünə 56 gələcəm. 34-ün üstünə 56 gəlib 2-yə böldüyüm 4-ə bölürəm. Deməli 34 üzərinə gələk 56, 90-da bölürəm 4-ə. Cavab bərabər oldu 22,5-ə. Bax beləcənə. Doğru cavabımız A variantıdır. Davam elədik 29-cu məsələyə. M orta buradan bərabərdir. Əlimdə deməli A həcm payı qədər bu, A həcm payı qədər bu var. Yəni mollar məncə burada konkret bərabərdir. 32 çünki A-nın A-ya bərabərdir. 32 A ilə 28 A-nı bölürəm 2A-ya. Bərabərdir 60A bölək 2A-ya. Buradan da qiymət bərabərdir 30-a. Deməli orta mollar kütlə 30 qram bölək moldur. Yəni mollar bərabərdirsə istənilən anda hər ikisinin yarısı alınmalıdır. Sonra dim toplu sualda 30-cu sual. Asetilen tam hidrogenləş dedikdə 2 mol hidrogen gəlirəm. Burada mənim əlimin altında alınır C2H6. 2 mola, deməli 4 mol hidrogen düşür. 2 mol da etan qazı alınır. Əzizlərim və buradan mənim balalarım
hidrogen hələ 6-dan 2-si artıq qalır. Deməli, sonda M ortanı tapıramsa 2 mol artıq qalan hidrogen, bir də sonda 2 mol etan alınır ki, vuraq 30, bölürəm 4-ə. Bir 64-ü 4-ə bölürəm, elədi 16 qram bölək mol. Və bu qaz qarşını hidrogenə görə nisbi sıxılını hesabla desə, 16-nı 2-yə böldüyüm halda 8 qram bölək mola bərabər olacaq. Növbəti sual 31-ci suala keçid aldıq. Deməli, burada da maraqlı sualdır. C3H4 plus yenə 2 molekula hidrogen və burada nə alındı? C3H8 deyilən bir cavabımız çıxdı. Amma bizə fikir verin, propini 2 mol verirsə 4 mol hidrogen reaksiyaya daxil olur, 2 mol da propan alınır. 5-dən də 1-ə düşəndə 4 mol hidrogenimiz artıq qalır. Son M ortanı tapırıqsa 4 mol artıq qalan hidrogenimiz olur. Bir də 2 mol 44 qramlıq kütləmiz qalır. 4 oradan 2 buradan 6-ya bölürük. Elə bil ki 88-in üstünə gəlirik. 8-i bölürük 6-ya. 88-in üstünə 8 gəlib 96-da bölsək 6-ya. Hər iki qazın hidrogenə görə qarşı 16-ya bərabər olar. Deməli, 5-dən 1-ə düşdüksə 5 mol idi. Aha, deməli, mən bağışlayayım, 4 mol sərf olunub, 1 mol artıq qalıb burada. Onda biz 88-in üstünə, onda biz bunu bölürük 3-ə, yəni 1 mol oldu, 3 mol bu da bölürük. 88-in də üstünə 2 gəlirik, deməli 90 eləyir. 90-ı da 3-ə böldüyümüzdə 30 eləyir. Ay, sağ ol. Bu iki qaz qarışığında hidrogenə görə M ortasını tap desə, 30-u böləcəyik 2-yə. Cavab da bərabər oldu 15-ə. Cavab 15. Növbəti. Naməlum qazın hidrogenə görə nisbi sıxılığı, helyuma görə nisbi sıxılığından 12 vahid çoxdur. Naməlum hər hansı bir qazın hidrogenə görə sıxlığı onun helyuma görə nisbi sıxlığından, naməlum qazın hidrogenə görə nisbi sıxlığı onun helyuma görə nisbi sıxlığından 12 vahid çoxdur. Yəni buna 12 gələk küsünə, ondan sonra kütlələr beləcə bərabərləşdi. Əla. Buradan x bölək 2 bərabərdir. X bölək 4 üstə gələk 48. Bax, belə hesablama aparaq. Deməli 4x-imiz bərabərdir 2x plus 96, 2x-imiz bərabərdir 96, x-imiz də bərabərdir 48. Bu qazın 1 molun kütləsi 48 oldu. Bəs 0,5 molun kütləsi neçəyə bərabər olar? 24-ə. Davam elədik. Əla. Əlimizin altında 22,4 litr etan var, yəni 1 moldur. Amma bunun neçə mol olduğunu bilmirəm. Və qaz qarşılığı 9-dur. 9 bərabərdir. 1 mol etan vuraq 30 üstə gələk. A mol hidrogen bölək 1 üstə gələk A-ya. 9 üstə gələk 9A bərabərdir 30 üstə gələk 2A-ya. 7A bərabərdir 30-dan 9-umuzu çıxırıq. 21-ə bərabər oldu. A da bərabərdir 3-ə, deməli 3 mol, yəni 67,2 litr hidrogen qazı lazımdır. Növbəti məsələmiz gəldi. Qarışığın sıxlığı, qarışığın sıxlığı 2-dir. Qarışığın həcmi 11,112-dir. 112 isə qarışığın sıxlığı 5-dir. Qarışığın sıxlığı 2 o deməkdir ki, demək bu 5 molsa rho bərabərdir. Qarşının sıxlığı 2, yəni ki, mx üstə gələk my bölək. Qarşının sıxlığı hər iki qazın molunun cəminə, yəni 5-ə. 5-ə yox, 112 yazmalıyıq, 112-yə və qarşının sıxlığı 2-yə bərabərdir. Deməli, hər iki qazın burada kütləsi də bərabər oldu 224-ə. Əla. İndi isə sistem tənliyimizi qururuq. A üstə gələk B bərabərdir 5, 64A üstə gələk 32B də bərabərdir 224. Baxın, qalan tərəfləri belə silin, təmiz səliqəli olsun. Biz rahat işimizi apara bilək. Baxaq. Deməli, 224-ə. Əla. Deməli, A bərabərdir 5 çıxaq B yerinə qoyaq. 64, 5 çıxaq B üstə gələk 32B bərabərdir 224.
Deməli 64'ü vururam 5'ə. Eləyir 320. Çıxaq 64B, üstə gələ 32B, 224. Hesablamada 320 çıxaq 32B bərabərdir 224. 320'dən çıxıram 224'ü 96. 32B'm 96'ya bərabərdir, B də 3'ə bərabərdir. Əla. Əgər bu 3'dürsə, burada da 5 moldur da cəmi. 2 mol da SO2'nin payına düşür. Qarışıqın reaksiyasının nəticəsində maksimum 2 qram kükürt tiroksid alınır. 2 SO2 plus O2 alınır 2 SO3. Hesablamada əlimdə 2 mol bu var, 3 mol bu var. Əslində hesablama 2 budur, 1 budur. Oksigenin 2 mol artıq qalır deyənə 2 mol oksigen qırağa atıram. 2 mol elə SO2-dən də 2 mol SO3 əmələ gəlir. Yəni 160 qram SO3-ün əmələ gəldiyini müşahidə edirəm. Bu qədər 160. Növbəti maraqlı bir məsələmiz gəldi. Çox maraqlı bir məsələdir. Əlimizdə CO var, bir də əlimizdə C3H4 qaz qarışığı var. Üzərinə də CH4 əlavə etdikdə qaz qarışığının hidrogenə görə nisbi sıxlığını, qazların ümumi hidrogenə görə sıxlığını, qazların ümumi mol sayının asıllıq qrafiki verilmişdir. Əla sualdır. Birinci, mənim əlimdə CO ilə CH3 var və molu 3'dür. Və hidrogenə görə sıxlığı 18 isə 2 qazın M ortası 36'dır. Yəni 2'ni vururuq 18'ə, hər iki qazın M ortası 36'ya bərabərdir. Deməli 28A üstə gələk 44B bölək A üstə gələk B-yə. Bax belə. 36A üstə gələk 36B bərabər 28A üstə gələk 44B-yə. Deməli 36'dan 28 çıxıram. 8A bərabərdir 44'dən 36 çıxıram. 8B eləyəcək uşaqlar. A nəyə bərabər oldu burada? Təbii ki, B-yə bərabər oldu. Hər ikisi molu 3'dür deyənə 1/5 deməli C-nun payına qoyuruq. 1/5 də C3H8'in qismətinə qoyuruq. Və bunların üzərinə müəyyən miqdar CH4 əlavə olundu və M orta gəldi. Hidrogenə görə sıxlıq 14'ə bərabər oldu. 14'ə görə bərabər olanda 14'ü 2'yə vuranda 28. Deməli bu 3 qazın M ortası 28'ə bərabər oldu. 28 bərabərdə əlimdə var 1,5 mol CO, 1,5 mol 44. Aha, qoy bir dəqiqə silək bunu, onun təmiz olsun uşaqlar. Aha. Deməli üstə gələk 16A bölək 3 üstə gələk A-ya. Bax belə. Deməli 28'i vururam 3'ə 84 üstə gələk 28A bərabərdir. 1/5'i vururam 28'ə 42 elədir. 42'nin də üstünə gəlirəm 66 108 elədi. 108 elədim 16A-ya. Deməli 28'dən 16 çıxanda 12A bərabərdir. 108'dən çıxıram 84 24 A da gəldi elədi 2. Şu əla. Deməli mən onları əlavə elədim. Metan qazda 2 mol imiş. 2 molda metan qazı əlavə eləmişəm. Deməli 3 mol var idi. Şu. Bax bunları silək indi təmiz sizə göstərmək üçün. Deməli bizim əlimizdə əla 3 mol var idi. 3 mol. 3 molun 1/5 molu CO-nun, 1/5 molu da C3H8'in idi də. Belə götürək. Çünki bərabər mollarda götürüldü. Əlavə olaraq 2 molda CH4 əlavə olundu. Və ümumi mollar neçəyə bərabər oldu? 5'ə. X də oldu nə? 5. Növbəti məsələmiz. Asetilen tam hidrogenləşdi. Yenə 2 mol hidrogen gəldim. Alındım C2H6. Deməli 2 moldursa bura 4 mol, bura 2 mol sərf olunubdur. 6'dan 2 mol artıq qalıbdır. Amma 4 mol tam sərf olunub. Axırda sonra alınan qaz qarışığı. Sonra alınan qaz qarışığı 2 mol etandır və artıq qalan 2 mol hidrogendir. Baxaq indi bölək 4'ə. 64'ü də 4'ə bölənə neçə eləyir? 16. Və bu qaz qarışığının hidrogenə görə nisbi sıxlığını hesabla desək 16'ını 2'yə bölsək 8'ə bərabər olar B variantı. Növbəti 37-ci məsələmiz 2CO plus oksigen alınır 2CO eyni kütlədə artıq qalma məsələsidir. Deməli 56 qram budur, 32 qram budur. Bərabər kütlədə götürmək istəyirsə 28 qram yox, 24 qram oksigen artıq qalmalıdır. Amma 6 qram artıq olduğunu bizə deyir. Artıq qalan oksigendir, düzdür.
Əgər 24 qram artıq qalıbsa 2 mol CO alınır. 6 qram artıq qalıbsa 0,5 mol CO alınır. İkinci fikir də doğrudur. Oksigen başlanğıc kütləsi oksigen başlanğıc kütləsi 25 mol CO2. Bir dəqiqə Aysel, hə. Deməli 24, 12 düz dedi, 6 qram artıq qalır. Əla. Oksigen başlanğıc kütləsi 14-dür. Gəlin baxaq. Deməli, əgər mənim 24 qram artıq qalırsa, başlanğıc kütləni 56 götürmüşdüm. Artıq qram artıq qalarsa, başlanğıc kütləyə x yazıram. Deməli, 56-nı vururam 6-ya, bölürəm 24-ə. Elə bil ki, 56-nı bölürəm 4-ə. Doğrudan da oksigen başlanğıc kütləsi 14 qram olmuşdur da. Artıq qalan oksigen düzdür, 0,25 mol qalır. Buna görə hansı ifadə doğru deyil. Artıq qalan oksigen qazı bu tam doğrudur. 24 qram oksigen qazı artıq qalır. 0,25 mol. 25 mol yox. Mən 0,5 almışam. İkinci fikir səhvdir. Üçüncü fikir doğrudur. Səhv yalnız 2-dir. A bəndidir. Davam elədik 36-cı sualla. Qapalı qabda müəyyən miqdar oksigen ozona çevrilir. Əla. Müəyyən müddət sonra sistemi tarazlıq yarandıqda alınmış qaz qarışığında oksigenin kütlə payı 40%-dir. Tarazlıq anında təzyiq neçə dəfə dəyişir? Əla. Davam elədik. Deməli, bir dənə tənşiyə açaq. Sevgəlim. Deməli, belədir misalımız. Deməli, mənim əlimdə var. Nə? 40 bərabərdir. 40 bərabər yox. Deməli, bir dəqiqə. Əlimizdə var. Oksigen ozona çevrildi. 2, 3. A qədər oksigenim var. 2x qədər ozonum alınır. 3x qədər oksigenim parçalanıb. A çıxıb 3x qədər də oksigenim qalıb. Deməli, son anda tarazlıq budur. Deməli, son anda tarazlıqda qalıb bu qədər oksigen. Qalıb son anda tarazlıqda bu qədər də ozon. Bu qədər oksigen qalıb, bu qədər də ozon qalıbdır. 40% bərabərdir. Yəni, oksigenin də son anda qalan qatılığı yox, kütlə payı 40%-dir. Yəni, bax, 32A çıxaq 96x bölək. 32A çıxaq 96x üstə gələk. Deməli, üstə gələk 48-i deyib 2-yə vuranda 96x-ə. Belə. Bunlar ikisi getdi, bunu da vuraq 100-ə. 100-lə də 40 getdi, 2,5. 2,5 vururam 32-yə. 80A bərabər çıxaq, 96-nı vururam 2,5-ə. 240x bərabərdir 32A-ya. 48A bərabərdir 240x-ə. Buradan da A-nı tapacağım. A bərabərdir 5x-ə. Deməli, mən A-nı 5x tapdım. A 5x-dir. Və 5x-in də yerinə 3x qoyanda burada sonda 2x qaldı. Deməli, 5x-dən təzyiq 4x-ə düşdü. Baxın, 5x-dən 4x qaldı, x qədər azalma var. Nə qədər azalma var? X qədər. 100%-imizin 5x-i idisə, x qədər azalmamız var. Deməli, neçə faiz A götürək buna? Nə qədər azalmamız var? 20% azalmamız var. Doğru cavabımız C-dir. Növbəti məsələmiz. Qapalı qabda oksigen qazımız var 0,2 mol və bunun molu 0,4 atomu var. Və ora ozon əlavə edirik. Neçə molsa ozon əlavə edirik? İndi bilmirəm. 3x qədər götürək və sonda 4 dəfə artdı. 0,4 4 dəfə artdı. Oldu 1,6. Deməli, 3x bərabərdir 1,2, x də bərabərdir 0,4-ə. Deməli, mən ora 0,4 mol ozon əlavə eləmişəm ki, 0,2 mol oksigen üzərinə əlavə eləyəndə 0,4 çönsün 1,6 dəfə 6 olsun. Yəni, 4 dəfə artsın. Cavab Y variantı. Davam elədik. 40-cı məsələyə baxırıq. Oksigen ozona çevrilir. Qapalı oksigenda molekulların sayı, ozon molekulların sayı 3,5 dəfə çoxdursa tarazlıq yaranır. Tarazlıq anında qabda təzyiq necə dəyişir? Əla. Əla bir məsələdir. Gəldik baxaq. Deməli, əvvəlcə gəlin bir səhifəmizi səliqəli açaq ki, rahat işləyə bilək. Deməli, burada necədir məsələn?
Oksigen ozona çevrildi. Bax belə. Çevrildi. 2, 3. Nə qədər var bilmirəm. 2x qədər yarandı. 3x qədər. A çıxır 2x qədər də qaldı. Deməli belə çıxır ki, bax bu bizim tarazlıq anımızdır. 3x qədər. Deməli A çıxır 3x oksigen molekullarının sayı ozon molekullarının sayından 3,5 dəfə çoxdur. Deməli 7x-imiz bərabərdir A çıxır 3x-imizə. Bax belə götürək. 10x-imizə bərabərdir A-ya. Deməli A-mız 10x elədi. Burada da 7x-imiz qaldı. Gördünüz doğrudan 7x 2x-dən 3,5 dəfə çoxdur. 10x-imiz 9x-i qaldı. X qədər azalma müşahidə olundu. Deməli 100%-imizin 10x idisə, x qədər azalmamız oldusa, neçə faiz bizim azalmamız baş verdi? Elə 10% azalmamız baş verdi. Bax elə bil ki 100x-i A nəyə bərabərdir? Bölürəm 10x-ə. X-lər getdi. Bu da getdi 10 qaldı. Deməli 10% azalma var. Davam elədik. Növbəti 41-ci məsələ bayaqki məsələnin təkrarıdır. 20% azalma. Çünki elə bil bir dəqiqə geriyə çevrilək. Bir dəqiqə uşaqlar görün orada. 20% azalma düzdür. Burada da 20% azalmadan söhbət gedir və doğru cavab C variantı. Bayaqki məsələdə yenə təkrarlandı Y variantı. Yenə həmənki məsələ Y variantı. Bayaq bunları sil işlədik. 44. Eyni sayda atomlar var. N2O və CO2 var. Eyni sayda atom, burada 3 atom, burada 3 atom varsa, əlbəttə ki, eyni sayda atom edir. Elə eyni götürək də A götürək də biz bunları orta molar kütləsini hesablayaq desək 44A üstə gələk 44A bölü 2A-ya. Cavab elə burada 44-ə bərabər olar. Cavab C variantı. Növbəti məsələmizə baxaq. Əlimizdə qaz qarışığının mol miqdarı, qaz qarışığının orta molar kütləsini və mol miqdarını hesablayın. Bunun elə bil 3 mol bunundur, 1 mol da bunundur. Qaz qarışığının mol miqdarı 4-dür. M ortanı hesablasaq da 3 vuraq 28 üstə gələk. 16 vuraq 2 bölək ümumi cəm 3-ə. 84 üstünə 32 gəlirəm, bölürəm 3-ə. 3-ə yox, bağışlayın 4-ə. Çünki mol hamısı birlikdə 4 idi axı. 84-ün üstünə 32 gəlirəm. 116, 116-na 4-ə bölsəm ümumi orta molar kütlə 29-a bərabər olar. Bax belə. Və sonuncu 46-cı məsələ. Tərkibində heliumun, azotun kütlə nisbətləri əslində helium 4-dür, azot da 28-dir. Belə götürək. İxtisar eləsək 1-in 7-yədir də nisbət. Amma bu bizə deyir 2-nin 7-yədirsə, onda 2-nin 7-yə verirsə, onda heliumu 8 qram verər də. Yenə də 8 qram versə biz 4-ə bölsək 2-nin 7-yə alınır. Deməli 2 mol helium, 1 mol azot var. Qaz qarışığının əvvəlcə ortasını tapırıq. Deməli 2 vuraq 4 üstə gələk 1 vuraq 28 bölək 3-ə. 8-in üstünə 28 gəlsəm 36, 36-da bölsəm 3-ə. Hər iki qaz qarışığını 12 eləyər. Və hidrogenə görə sıxlığını tap desəm 12-ni 2-yə bölsəm 6-ya bərabər olar C variantı. Bu qədər uşaqlar.